Allahın salamı olsun hər kəsin üzərinə. Amin. Nə demək istəyirəm? Qurbanım Allah'a mənə. Qonşumuzda bir kasıb Rus arvad var. Özə fikir verirəm, mən çox Ruslardır. Rus qoca arvadlardır daha doğrusu. Heyvanlara yemək verirəm. Aşağıda bizdə həyətdə itlər yığılır, pişiklər yığılır, qarğalar, ağaçlıq var ona görə. Göyərçinlər, sərçələr, pişiklər, bildik sonra. Bir dənə Rus qoca arvad var, qoca deyən kimi norm belə, mən yaşlı o, bizdən yaşlı, nəysə sonra, nədir onun adı? Deyir ayda, mən soruşdum, görüm hər gün pişiklərə həmən həyətə su qoyur, bütün yay boyu, mən əvvəl apardım, bir yay apardım, verdirimə 4-cü mərtəbədən ayağımı ağırlığı götürənmədim, sonra bu yay eləmədim, nəysə sonra, həmişə onlara su qoyur, sonra, İndinin özündə də yeməklər, hər səhər göyərçinlərə 2 dənə deyəsən çörək suluyur, tökür, sonra çox göyərçinlərini, sonra pişikləri, itləri, nə deyirsən, nə dedi? Qarğaları, neyini? Yedizdirir, ətlər verir. Amma mən haradan necə alır, belə, nə dedi? Özü çox kasıbdır. Mən bu qoymur, mən danışım. Mömin cindi amma deyər. Mömin cindi. Tələsir suallar verir. Denən, sən özün danış dədə. Mənə, deməli, bu cinlərlə dostluq eləmək olmaz da, ona görə mənə cavab vermirəm. Demək, danışırım ki, bu arvad, mən soruşdum ki, çox kasıb geyinir də, belə bir dənə paltarın, adi paltarda gəzir, balkonun zaten da kasıbdır. Dedim, ayda nə qədər tutur da sən bunlara, heyvanlara yemək verirsən, deyir 400-450 manat təxminən. Mənim o ziyafət xalan var, malamın xalası qız. Orada baxdı, kimin qızıdır? Mələt xalan, İbrahim Orbataz, o Süzün ələn nəvələrdir, hamısı. Malamın xalası qızı. Nəysə, o bizə deyir ki, mən bütün heyvanları nifrət edirəm, zəhləmcəyir hamısını. Sən bezdirdin dedi, yox. Nə bezdirmişsin? Mən deyildim, sən düzdür, sonra o nəsə qeybət eləməyəm, yox, denə. Ona nəysə, elə dedi. Heyvana, təbiətə də bir nifrət eləmək olar mı? Yox, xoşbəxtlik nəzərdir? Xoşbəxtlik təbiəti sevmək, qorumaq və fitrətinə dönməklədir. Ay sağ ol. Yaşa Azərbaycan, yaşa mömin, möminlər gülüstana düşsün, cənnətə düşəcəklər inşallah. Amin. Yolları açıq olsun, amin.